Hatırlıyorsanızsa biz keçən dəfə T hesabı keçdik. T hesabdan əvvəl də əməliyyat jurnalını keçmişdik. İlk öncə əməliyyat jurnalı gəlir. Əməliyyat jurnalında əməliyyatların qeydiyyatını aparırıq. Bizim vəzifəmiz onun qeydiyyatını aparmaqdır. T hesabda neynədir? T hesabda ikinci mərhələsi. T hesab nə üçün idi? T hesab hər hesab üzrə giriş, debet və çıxış kredit və son qalanın əks etdiyi bir hesablama üsuludur. T hesab bir mərhələ deyil, hesablama üsuludur. Nə ilə T hesab bu gün keçəcəyimiz sınaq balansı ilə əməliyyat jurnalının arasında bir köprü rolunu oynayır. İkisinin ortasındadır. Yəni dolayı yolla deyir ki, mən əməliyyat jurnalında qeyd eləmişik məlumatları. Ancaq bu məlumat mənə son məlumatı vermir. Mən onu yəni bilmirəm ki, hər şeyin qalığı nə qədər. O qalığı əldə etmək üçün biz T hesabdan istifadə elədik. Yəni T hesab bizə nə verir? T hesab öz bazasını hardan götürdü? Biz müəyyən elədik ki, T hesab öz bazasını əməliyyat jurnalından götürür. Əməliyyat jurnalı hardan götürdü? Əməliyyat jurnalı öz bazasını sənəddən götürdü. Bugün keçəcəyimiz dərs isə sınaq balansı, trial balans deyim, sınaq balansı öz bazasını T hesabın son qalığından götürür. Biz keçən son qalığı, yəni pul vəsaitinin son qalığı, debet qalığı nə qədərdir, məsəl üçün deyirəm, əmək haqqı öhdəliyin kredit qalığı nə qədərdir, kapitalın kredit qalığı nə qədərdir, o qalıqların bir əks etdiyi cədvəl. Göyə T hesab nədir? Tərifində T hesab hesabların debet və kredit üzrə son qalıqlarının maliyyə bərabərlik düsturunun elementləri üzrə kateqoriyalaşdırılmasına sınaq balansı deyilir. Maliyyə bərabərlik düsturunun elementləri hansılardır? Əsas 5 və 6 elementi var. Nə? Aktivlər, öhdəliklər, kapital, gəlir, xərc. Deməli, o hesab adlarına uyğun son qalıqların əks elətdirildiyi maliyyə bərabər düsturun elementləri üzrə əks elətdirilməsinə bir sınaq balansı deyəcəyik. Yəni, sınaq balansı neyini? Öz bazasının hər növbəti mərhələ ondan əvvəlkinə söykənir. Yəni, sınaq balansı öz bazasını hardan götürəcək? T hesabdan götürür. Bundan sonraki dərsimiz olacaq maliyyə hesabatı dərsimiz. Maliyyə hesabatı öz bazasını gəlib bugünkü keçdiyimiz dərs olan sınaq balansından götürəcəkdir. Yəni, sınaq balansı tərtib üçün bizə nə lazımdır? T hesabın adı lazımdır. Biz T hesabın adını hardan bilirik? T hesabın özündə qeyd eləmişik. Hesab nömrəsi lazımdır. Hesab nömrəsi dərsin bir iki dərsdən sonra keçəcək. Hələ ki keçmirik. Debet və kredit qalıq üzrə götürülür. Maliyyə bərabərin elementləri üzrə debet və kredit sütununa yazılır. Yəni T hesabda debet və kredit qalığı necədirsə, onu həlim elementlər üzrə qeyd eləyəndə debet isə debet sütununa, kredit isə kredit sütununa qeyd eləyəcək. Sınaq balansını bu cür göstərə bilərik. Baxın, bax, nümunəsi bu cürdür. Bu bizə verir bir sınaq balansı. Bax, gördünüz? Hansı elementlərdir? Aktiv, öhdəlik hesabları, kapital hesabları, gəlir hesabları, xərc hesabları. Gördünüz? Bu elementlər. İki dənə sütunu var. Debet sütunu, kredit sütunu. Deməli, biz nə edəcəyik? Biz sınaq T hesabda aldığımız son qalıqlar buraya əks elətdirəcəyik. Biz keçən dəfəki məsələnin indi əməliyyat jurnalını həll eləmişdik. T hesabında həll eləmişdik. İndi isə biz keçirik bunun sınaq balansında qeyd edilməsi məsələsinə. Bu bizim nəyimizdir? Sınaq balansı, T hesabımızdır. Deməli, öz bazasını baxırıq. Hesabın adı nədir? Pul vəsaiti. Qalığı hansı qalıqdadır? Son qalığı. Debetdədir, görsən. Nə qədərdir? 48.500, tamam. Biz nə edəcəyik burada? Və pul vəsaiti hansı elementə aiddir? Bunların hansına aiddir? Tamam. Nə edəcəyik? Bax, bunu götürəcəyik, pul vəsaitini. Gələcək, yazacaq bura. Debetdə də olduğuna görə bura yazacaq 48.500. Sonra bu bitdi. Sonra gəldi ikinciyə. Nizamnamə kapital. Eyni qaydada nə qədərdir? 10.000'dir. Eyni qaydada kapital hesabı olduğuna görə gəlib buraya yazacaq.
burada hardadır qalığı? Tamam, görürsünüz burada da kredi sütununa yazacağıq. Gördünüz, bax burada kredi. Bunun bir debet sütunu, bir kredi sütunu. Sonra gəldik. Təhsil borcu. Hansıdır? Öhdəlik hesabıdır. Və öhdəlik də və ehtiyat da burada kreditdə qeyd eləmişik. Gəlib burada qeyd edəcəyik. Öhdəlik və bura 20.000. Sonra gəldim bank krediti, yenə öhdəlik. Yenə öhdəlikdir və o da 20.000. Mal kompüter. Hansı hesabdır? Aktiv. Qalığı da debet qalıqdır və 1500-dür, gördün. Gələcəm, aktiv hesabda qeyd edəcəm. Sonra baxdım, mal xərci. Xərc hesabıdır, SMM-dir. Onca 2500-dür. Və orada burada debetdədir. Son qalıqlarına baxırıq. Bax, burada son qalıqları əks elətdirik. Yəni burada bizim işimiz, baxın, adına nə yazmışıq? Hesabın debit və kredit üzrə son qalığı. Yəni bizim burada artıq son qalıqları qeyd edilir. Aydındır. Debitor borc. Gəldim debitor borc. Nə qədərdir? 1500. Hansı hesabdır? Aktiv hesabdır. Gəldim aktiv hesaba 1500 qeyd edəcəm. Sonra gəldim mal gəliri. Gəlir hesabımdır. Eləmi? Gəlir hesab. Nə qədər? 4000-dir. Hansı qalıqdır? Kredit qalığıdır. Bəli. Onun gəlir hesabımızı qeyd edəcəm. Və kreditə qeyd edəcəm. Sonra gəldim. Xidmət gəlir. Nə qədərdir? 2000-dir. Eyni qaydada. Əmək haqqı xərci. Biz bildik xərc hesabı. 1500. Gördünüz. Gəlirəm bura. Eyni qaydada. Bura 1500 qeyd edirəm. Burada mal xərcimiz qalıbdır. Bunu qeyd eləməmişik. Mal xərcimiz nə qədər idi? Bax, görürsünüz, 2500. Bəli. Bunda 2500. Sonra gəldim. Debitor borcu, debitor əmək haqqı öhdəliyi. Nə qədərdir? 500. Avadanlıq aktiv hesabdır. Nə qədərdir? 5000. Gəlin bura. Gördünüz? Hamısını baxırıq. Debet qalıqdır, yoxsa kredit qalıqdır. Kreditor borc 5000. Eyni qaydada bax. Eyni qaydada 5000. Verilmiş borc aktiv hesabdır. 1000'dir. Gördünüz, T hesabı bildiniz ki, son qalıqlarına fikir verir. Ona görə son qalıqlar bizim üçün önəmlidir. Aydındır. Ümid edirəm bununla bağlı bir sualınız yoxdur, qalmadı və su. Görürsünüz, bu bizim sınaq balansımızdır. Aydındır. Birdən qaldı dividend hesabı. Biz növbəti məsələ dividend punktu da olacaq. Bax, dividend olanda nə edəcəyik? Mən bunu deyim. Dividend olanda nə edəcəyik? İki variantımız var. Yəni, artıq burada ayrıca dividend hesabı eləməyəcəyik. Dividend olanda burada yazacaq dividend ödənişi. Dividend ödənişi. Bildinizmi? Ancaq onu debetdə qeyd eləyəcəyik. Bax burada. Olsaydı əgər olsaydı biz kapitalda qeyd eləyəcəyik, ancaq debetdə qeyd eləyəcəyik. Niyə? Çünki o debet aktiv xərc, bir də dividend eyni debetdədir. Artmaları da, son qalıqları da burada. Aydındır. Burada hələ ki olmadığına görə bunu ehtiyac görmürük. Aydındır. Sadəcə yerin göstər. İndi baxıram bura. Aktivlərin cəmi nə qədər eləyir? 6000
7500, 8000. 8000. Hə, 9000 elədi. 48500-ün üstünə 9000. Tamam. Deməli bizim son qalığımız oldu 57500. Bu da 57500 eləyir. İşte hesablayaq. Bax 40000, 40000, 45500. Bu deyir 55500. Eləmi? 6000 də bura gələndə. Hesablayaq bunu. Nə qədər elədi? Tamam. İndi səhvimizə baxaq gör. Səhvimiz hardadır? Səncə hardadır səhvimiz? Sən tap, mən deyəcəm. Tapmasa mən deyəcəm. Nəyindədir? Afərin. 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 Bax. Bunlar burada olmalıdır. İndi hesablayaq. Bu nə qədər elədi? 500. Bəli. Tamam. 61500. O birisini hesapla indi. Gördünüz, bərabər oldu. Bərabər olmasa, ya burada yerlərini səhv eləmişik. Bu birinci variant. İki rast gəldi. Məsəl üçün, biz debetə qeyd eləməyəcək, kreditdə qeyd eləmişik. Diqqətli olmaq lazımdır. Tutaq ki, biz yerin doğru elədik. Ancaq yenə bərabərlik almadıq. Deməli, T-də səhvdir. Biz növbəti mərhələyə maliyyə hesabatına keçib həll eləyə bilmərik. Səbəb nədir? Səhv nəticədə. Keçib T hesabda axtarmaq lazımdır. Bəlkə T hesabda səhvlədik biz. Yox, T hesabda da axtardıq, xüsusi tapa bilmədik. Səhvimiz yox. Deməli, əməliyyat jurnalında səhvimiz var. Əməliyyat jurnalında elə ola bilər ki, məsəl üçün deyirəm da, birinci əmək haqqı xərcini yazmaq əvəzinə birinci əmək haqqı öhdəliyini yazmışıq. Və yaxud 0-ın 1-ni unutmuşuq. Məsəl üçün, debetinə yazmışıq 1500, o bir tərəfə 15000 yazmışıq. 0-ın 1-ni artıq yazmışıq və kəm yazmışıq. Bu deməkdir ki, birinə 1500, birinə 15000 yazanda nə deməkdir? O demək ki, 13500 bir dənə fərq tapacaq. Aydın oldu? Deməli, biz bugünkü dərsdə nə əldə elədik? Sınaq balansı. Bundan sonra rəqəmləri aldıq. Bundan sonra keçirilən növbəti maliyyə hesabat dərsinin artıq debet kredit söhbəti olmayacaq. Məbləğ söhbəti olur. O növbəti dərsdə artıq.